izləyicilər. Bu günləri zamanlar mövzusu qəbullardan necə düşür? Buna baxacağıq. Yoldaşlar, baxın bu sual 5 Mart 2022-ci ildə düşən sual tiplərindən biridir. Çox sadədir. Lasiya var. Lasiya dediyimiz kimi hansı zamandır? Keçmiş sadə zamandır. Məsələn, keçmiş sadə hansı nümunələrimiz var? Eko, lasiya və lastın ümumi törəmələri, last month, last year, last day, last lesson, ondan sonra in the past, məsələn, in the child, in my childhood, in the years, bunlar məsələn desək olar. İndi gəlin baxaq görək keçmiş sadə zaman hansıdır? A variantı. Yəni, sual təxmini 1 saniyə vaxtda qarşı. Baxıram ikinci suala. Bu sual isə 6 Mart 2022-ci ildə qəbula düşmüş suallar sırasına dair bir sual. While'lar. İlk öncə yoldaşlar nə edək? While'ın qaydasını edirik. While bilirik ki, ya iki tərəfdə davam edici, keçmiş davam edici və yaxud da bir tərəf keçmiş sadə, bir tərəf davam edici ola bilər. Məsələn, A variantı keçmiş sadə, bu tərəf isə keçmiş davam edici zamandır. Yəni, cavabımız olacaq A variantı. Çox sadə bir sual, çox rahat bir sualdır, eyni şəkildə. Baxaq, 12 Mart 2022-ci ildə, hələ ki 2022-ci qəbullarındayıq, 12 Mart 2022-yə baxaq. Görək burada məsələdə when. Aha, when çox süper. Uşaqlar, ilk öncə bu qaydanı yadımıza salaq. When'dən sonra qəti şəkildə will, would, sonra biz nə bilirik? Have, has, had, işlənməz, qəti şəkildə. Deməli, will gəlib A variantını rahat şəkildə çıxardırıq, will gəlib C variantını çıxardırıq. Aha, neye baxaq? Uzlaşmaya. Və when'dən sonra nə gəlməlidir? Sadə zaman. Yəni, bura keçmiş sadədə, indiki sadədə aiddir. Burada nə gəlir? Yoldaşlar, burada artıq davam edici zaman gəlir. O cür B variantı da gələr. İndi baxaq. Nəyə baxaq? Drops, was washing. Yenə burada da məsələ nədir? Davam edici zaman. Gördüyünüz gibi rahatdır. Və cavabımız olacaq artıq E variantı. Gördüyünüz kimi yoldaşlar, when'in ümumi qaydalarını bildikdən sonra suallar çox rahat və anlaşılır. Baxın, bu sual isə 13 Martda düşür. Görək 13 Martda, sual çox rahat, yəni eyni şəkildə 5 Martda düşən tipdədir. Last month var, dedim ki, lastın törəmələrini yaz. Visited, yəni D variantı. İndi isə keçək 3 Aprel 2022-yə. Bu isə 2022-nin cari bilim məzunlarına, yəni 2022-nin məzunlarına düşmüş bir sualdır. As soon as var. As soon as da eyni şəkildə when kimidir. Yoldaşlar, və burada da nə var? Will var. Əgər burada gələcək zaman varsa, o nə ilə uzlaşacaq? Burada deyək ki, hər hansısa bir bağlayıcı var. Nə ilə uzlaşacaq? İndiki sadə ilə. İndiki sadə burada hansıdır? Belə üçüncü şanslı deyək. Burada nə olacaq? Rings. Yəni A variantı. Sən necə çaşıra bilər bu suallar? Sualda necə çaşıra? Deyək bir F variantı var. F variantı isə biri ring. Sən baxırsan ki, bu da hər ikisi nədir? İndiki sadə zaman. Bu zaman nəyə baxmalısan? Burada sizə baxmalısan ki, uzlaşmanı doğru şəkildə edəyəsən. Zaman testlərində uzlaşmanın önəmi böyükdür. Keçək 9 Mart 2025-ci ilə dair bir suala, yəni keçən il düşür də bu, çox sadə şəkildə. Next varsa, bilirik ki, next. Məsələn, in the future. Bunları gördün, gələcək zamanı verirsən, gələcək zamanı will met, yəni D variantı olacaq. İndi gəlin yoldaşlar nəyə baxaq? Digər bir sual 12 Martda düşən suala baxaq. 12 Martda düşən sual isə when ilə bağlı bir sualdır. Yəni, when'in qaydalarını bilək. When'dən sonra will gəlməz, has gəlməz, will gəlməz, had gəlməz, cavabı oldu B variantı.
Yəni bayaqlara öyrəndiyimiz qaydalarla görün necə rahat şəkildə təxminən 1 saniyəyə sualı tapdıq. 1 saniyə olmasa da 5-6 saniyə tapdıq. Hə, çünki 30 aprel 2023 bu 9-lara deyəsən düşmüşdü bu sual. Hə, 9-larda baxaq. Burada var ego. Ego varsa nə qoyacağam? İndiki, keçmiş, sadə zaman. Have lived, indiki bitmiş zamandır. Yine have lived, indiki bitmiş zamandır. Burada eyni var. Eyni varsa deyir mənə inkar ver. Deməli canınızda D variantı. Yəni çox rahat bir sual. Aslında burada eynin yazılmağı və baxılmağı çox önəmlidir. Gəlin baxaq, bu sualı yoldaşlar 16 aprel 2023-cü ildə olan sualı mən şərhlər hissəsinə gözləyirəm ki, şərhlər hissəsinə yazılsın. Sonra görə keçirəm başqa suala. 5 mart 2023. 5 mart buraxılışı çox məşhur buraxılışı, amma yəni ingilis dilindən bağlı o qədər də məşhurluğu yoxdur. Yəni ingilisi normal düşmüşdür. Baxaq, burada if var. Ifdən sonra will və yaxud da would gəlməz. Bu qaydanı ilk öncə. Want getdi, want getdi. A getdi, Y getdi. İndi gəlin uzlaşdıraq. Yenə burada da will var, C də getdi. Uzlaşdıranda burada tərcüməyə baxacağıq əsas məsələ. Deyir, Jeremy late for classes if he early. Deyir, tez dursa gecikməyəcək. Daha doğrusu tez durmasa gecikəcək. Aha, keçək başqa bir sual. 3 Mart 2024-cü ilə dair bir sual. 3 Martda necə düşmüşdü? 2024-cü bayaqları sualına baxdıq. Yenə if var burada. If-ə var görə, if-dən sonra will gəlməz, B də getdi. Sonra yenə will gəlməz, C də getdi. Won't go is, bir də was. Will-lə dedim, nə uzlaşar yoldaşlar? Bayaqlar dedik. Will-lə indiki sadə. İndiki uzlaşar yerə getdi, cavabı olacaq A variantı bu şəkildə. Deməli yoldaşlar, keçək 10 Martdakı olan 10 Mart 2024-də düşən suala. Deməli yoldaşlar, baxırıq. Baxaq. Nəyə baxaq? 10 Martda. Çox sadə. Burada nə var? Ego. Ego bildiyimiz kimi nə idi? İndiki, keçmiş sadə zaman. Burada isə yet var. Hə, gördün? Mən bircə onu bilməliyəm ki, zaman zərflərini bilsəm, məsələləri artıq həll edəcəm. Necə? Ego bildim ki, keçmiş sadə zamandır. Yet isə bitmiş zamandır. İndiki bitmiş zamandır. Və nə deyir mənə? Hər zaman inkar tələb edilir. Aha, məsələlər bitdi artıq. Was moving keçmiş davam edici zamandır. Has indiki bitmiş zamandır. Is moving indiki davam edici zamandır. Aha, moved. Bu neydi? İndiki bitmişlər, düzdürmü? İndiki bitmiş olacağına görə doesn't. İndiki sadə zamandır, canımız olacaq. D variantı. 10 Mart 2024-cü ildə düşən sual da həqiqətən çox rahat, çox bəsit bir sual imiş. 2017-ci ildə olan bir qəbul. 2017-ci ildə görək necə düşür? Yoldaşlar. Baxaq. Heç burada yəni sadəcə variantlarla işləyəcəm. Will takes alınlar, düzdür. Become, will take. Became, took. Bu keçmişdi, bu indikidir. 3 çıxaram. D getdi, C getdi. Sonra baxaq. Bir cümlədə 2 dənə gələcək zaman olmaz. 5 də getdi, canımız alacaq. 1 və 4. Yəni sadəcə variantlarla zamanları doğru şəkildə uzlaşırsa, düzgün cavab alınacaq. Getdik, baxaq 2018 qəbuluna. Bu da artıq təxminən eyni tip sualdır. Variantlarla işləsək, cavab alınar. OTK-dan belə bir suala baxaq. OTK da yəni bildiyiniz kimi uşaqlar son illərə düşən OTK-ları seçmişəm. Burada if var. If-dən sonra will gəlməz.
Burada da will work var. Deməli, indiki sadə zaman verəcəm. C-mi verim, Y-mi verim. Baxaq. Deyir, my uncle will work if işləsə, yəni yağsa işləyəcək də, yəni. Yağmasa işləyəcək, Y. Aha, baxaq, bu da OTP-yə dair bir sualdır. Burada last night-ə fikir verəcəm və last night-ə fikir verərək cavabı did variantını verəcəm. Yoldaşlar, bu çoxdur artıq bu qədər. İstəsəniz gəlin bu sualına baxaq. Ondan sonra videonun artıq hissəsini yekunlaşdırarıq. Siz əgər bu tip məsələlərə baxmaq istəsəniz, qruplarımıza qoşula bilərsiniz. Neysə, when var. When-dən sonra will gəlir, would gəlməz, has gəlməz, has gəlməz. Cavabım olacaq C variantı. Yoldaşlar, əgər siz mənim bu tip qrammatika sualları, yəni seçilmiş qəbul suallarını işləmək istəyirsinizsə və yaxud da hal-hazırda 9-10-cu siniflər üçün ayrı, 11-ci siniflər üçün ayrı olan sınavlar qrupunun qeydiyyatı davam edir. Ona biz müxtəlif din modelində sınavlar atırıq və həmin sınavları bazar günləri izah edirik ki, məsələlər nə yerdədir. Əgər bazar günü sınavlarını izah etmək alınmasa, həmin sınavların video izahlarını bu kimi məsələləri göndəririk. Qoşulmaq istəsəz 099 702 54 44 nömrəsindən əlaqə saxlaya bilərsiniz və əgər OTK-nın təşkil etdiyi sınavlara əyani şəkildə gəlmək istəyirsinizsə 055 582 42 41 nömrəsinə yazaraq qeydiyyatdan keçə bilərsiniz. Sağ olun, salam.